Azərbaycanın milli qəhrəmanı Hökümə Əliyevanın adı Qazaxstanda istehsal olunan zirehli hərbi ambulansa verilir. Bay Hokuma Aliyeva deyil. Çünki o, son anlarında belə insan həyatını xilas etməyə çalışmışdı. Qazaxstanın Müdafiə Sənayesi Kompleksi Müəssisələri Assosiasiyasının idarə heyətinin sədri Aybek Barısov onun haqqında belə yazıb. Ruhun şad olsun Türk millətinin qəhrəman qızı. Biz sənin qəhrəmanlığını gələcək nəsillərə mütləq çatdıracağıq. Təlimata uyğun hərəkət edin, hər şey yaxşı olur. Bu sözlər onun öz taleyini deyil, başqalarının ümidini ifadə edirdi. Hökümə Əliyeva 1991-ci ildə Kəlbəcərdə doğulub. 1993-cü ildə ailəsi oradan Bərdəyə, daha sonra Volqograda, son olaraq isə Gəncəyə köçüblər. Gənc yaşlarında 612 balla Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Lakin sonradan özünü aviasiya sahəsində tapıb. 2016-cı ildən Azərbaycan Hava Yollarında stüardessa kimi çalışıb. Amma onun adını tarixə yazan sadəcə peşəsi yox, fədakarlığı oldu. 2024-cü ilin dekabrında Bakı-Qrozny reysi faciə ilə nəticələndi. Hökumənin xatirəsi isə davam edir. Onun həyatı haqqında qısametrajlı sənədli film çəkiləcək. Rejissoru və ssenari müəllifi əməkdar incəsənət xadimi Ziya Şıxlinskidir.